Gecə gəlib çatmışıq kəndə. Ona görə hədiyyə ala bilməmişik. Gedirik indi kişilərə siqaret hədiyyə alaq. Maşındansa bu yaxşıdır, tam səmimi deyirəm. Saatda 80 km. Nə istəyirsən? Nəyə lazımdır maşın? Sürücülük vəsiqəsi də lazım deyil. Tam yoldur deyə, çox bək sürmürəm. Özümü Vice City-dəki Tommy Vercetti kimi hiss edirəm. İçində hər şeyin çeşidinin çox olduğu kimi bibərin də çeşidləri çoxdur. Amma maraqlı bir şey rastıma çıxdı. 0 yuan. Yəqin ki, hədiyyə. 0. Bu tofudur, soyadan hazırlanır. Belə pendir kimi belə yumuşaq olur. Bunu nazik kəsib qəşəng qızardılar. Çox dadlı olur. Bu da tofudan, bu da tofudan, bu da. Yumurtadan hazırlanan tofu. Hərəsinin öz fərqli dadı var. 2 blok siqaret aldı, hərəsini qırmaya biləcəyik. 400 yuan bu ödədir.